Bugün 31 Mart Azərbaycanlıların soyqırımı gününün 107 ili tamam olur. Ölkə prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı paylaşım edib. Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: Soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı Xarici İşlər Nazirliyi də bəyanat yayıb. Bəyanatda deyilir: Bugün radikal erməni qruplaşmaları tərəfindən ötən əsrdə dinc Azərbaycanlılara qarşı törədilmiş ən böyük soyqırımlardan biri olan minlərlə həmvətənimizin etnik və dini zəmində amansızlıqla qətlə yetirildiyi 1918-ci il mart soyqırımından 107 il ötür. 31 Mart Azərbaycanlıların soyqırımı günündə faciəvi hadisələrin günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Azərbaycanlılara qarşı sistematik etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi olan bu qırğınlar zamanı Qafqazın fövqəladə komissarı, milliyyətcə erməni olan Stepan Şaumyanın özünün də etiraf etdiyi kimi, Bakı Sovetinin 6000 və Daşnaksutyun Partiyasının 4000 silahlı əskəri tərəfindən planlı şəkildə əks-inqilabçılara mübarizə adı altında bir sıra, o cümlədən Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan bölgələrində dinc Azərbaycanlıların xüsusi amansızlıqla qətli həyata keçirilib. Kütləvi qırğınlar nəticəsində təkcə Qubada xüsusi qəddarlıqla 16 mindən artıq insan qətlə yetirilib. 167 kənd məhv edilib. 10 minlərlə həmvətənimizin qətlə yetirildiyi bu qətliam zamanı Azərbaycanlılara aid olan mədəni, dini abidələr, məscid və qəbristanlıqlara qarşı törədilən vəhşiliklər baş verənlərin etnik nifrət və dözümsüzlük cinayəti olmasının sübutudur. Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasından sonra hadisələrin tədqiqi, habelə dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə xüsusi təsisatların yaradılmasına, 31 Mart tarixinin ümummilli matəm günü kimi qeyd edilməsinə baxmayaraq, Cümhuriyyətin süqutu bu cinayətə siyasi hüquqi qiymətin verilməsinə mane olub. Müstəqilliyimizin bərpasından və Ulu Öndər Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıtmasından sonra 26 mart 1998-ci il tarixində imzalanmış Azərbaycanlıların soyqırımı haqqında fərmanla baş verənlərə siyasi qiymət verilib. 20-ci əsrin əvvəlində törədilən qırğınların əsasında duran etnik nifrət və dözümsüzlük siyasəti əsrin sonunda Azərbaycanlıların indiki Ermənistan ərazilərindən kütləvi deportasiyası, münaqişə və işğal dövründə xalqımıza qarşı törədilən qətliamlar, Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayətlər, habelə 2020-ci ildə 44 günlük vətən müharibəsi zamanı dinc insanlara qarşı müharibə cinayətləri ilə davam etdirilib. Hazırki post-münaqişə dövründə bölgənin tarixinə düşən bu qanlı səhifələrin birdəfəlik çevrilməsi, dayanıqlı və dönməz sülhün bərqərar edilməsi üçün tarixi imkanların mövcudluğuna baxmayaraq, bugünədək baş verən bütün dəhşətlərin əsasında dayanan və Ermənistan konstitusiyası daxil olmaqla bir sıra qanunvericilik aktlarında təsbit olunan ərazi iddialarının hələ də qalmaqda davam etməsi regionun sabit gələcəyi üçün ən böyük əngəl və narahatlıq mənbəyidir. Bu baxımdan Azərbaycan törədilən cinayətlərin günahkarlarının hüquqi məsuliyyətə cəlb edilməsi üçün milli və beynəlxalq səylərini davam etdirməklə yanaşı, bölgədə dayanıqlı sülhün qurulması üçün Ermənistanın ölkəmizə qarşı davam edən ərazi iddialarına son qoyulması tələbində qəti və dönməzdir. 31 Mart Azərbaycanlıların soyqırımı günündə etnik nifrət və soyqırımına məruz qalan günahsız Azərbaycanlıların əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirik. Allah rəhmət eləsin.